Mənə fiziki olaraq, neyroloji olaraq mənim beynimin biraz qocalmağı maraqlı deyil. Nəyə görə maraqlı deyil? Mən güya beynimin 100%-dən istifadə edirdim ki, indi bir saat qocaldı, qaldı 95%. Biz onsuz da zəngin bir okeandan hələ damla götürürük də. İndi okeanın biraz suyu geri çəkildi nə olacaq, çəkilmədi nə olacaq? Mənə onsuz da o okeanı heç nəzarət özümə götürməmişəm ki, mənə o hissəsi maraqlıdır. Buradan itirəcəyimdənsə hələ o da texniki. İnsanlar o bayaq kişi qadın beyni söhbətinə oxşur da. Deyir yox, bütün dünya göstərir, sübut edir ki, bizdə məşhur məntiq tələsidir o. Bütün dünyada sübut olunub ki, kişilər qadınlardan üstün. Bizdə insanlar belə ifadələri xoşlayır da. Deyirəm qardaş, deyək ki, sən indi üstünsən öz dostundan, xanım dostundan. İndi o 3 dənə kitab oxudu, 5 dənə kursa getdi. İndi sən yenə üstün qalırsan, qalmırsan axı. Yəni ona düşününcə bunu düşün də. Yəni belə. Yəni insan yaş keçdikcə beyni zəifləyir. Bəlkə də neyroloji cəhətdən bir statik götürsək, bəlkə də doğrudur. Amma ki zehni inkişaf baxımından, istər özlərini işləmə baxımından və yeni neyronlar arasında quracağını əlaqələr baxımından yanlış fikirdir əlbəttə ki.